Mən pulum olmadığı zaman evlənmişəm və bundan heç bir zaman da peşmançılıq duymamışam. Ticarətə deyək, işə də o cür başlamışam. Yəni pulum olmadığı zaman. Bunu heç vaxt düşünməsinlər. Əsas vəsaitin olması deyil. Əsas yenə də üstünə nida işarəsi ilə, üstündə, yanında yox, sonrasında üstündə nida işarəsi ilə qeyd eləmək istəyirəm ki, risk qabiliyyəti, cəsarət qabiliyyəti və əhatə atılsınlar. Hər zaman bunu deyirəm, öhdəlik götürsünlər. Müəyyən insanlar, gənclər arasında var ki, o onsuz da iş adamı olacağını bilir. İş yeri açacağını və pul qazanacağını bilir. O bilir ki, mən o olacağım. Bunun da mənim üçün ən böyük nümunələrindən biri, bayaq qeyd etdiyim kimi Fahindir, salam olsun ona. Atılmaq, sadəcə gecikdirməsinlər. Yəni 30 yaşı gözləməsin bunu eləməkdən ötürü. 29 yaşı gözləməsin hər nəysə. Çünki o bilir ki, gec-tez olacaq. Atılsın. Atılsın işə, yetər ki, başlasın. İş birinci növbədə böyükdən başlamır. Şərt o deyil ki, sənin 100 minin olsun, 50 minin olsun, sən bir obyekt açasan, sən bir yer açasan. Xeyr, bu deyil. Hər hansı bir məsələ, sən hansı rayondansansa və ya Bakının hansısa bir kəndindənsənsə, orada olan qeyri-adiliyi götürüb, aparı digər yerdə satmaqla da başlaya bilərsən.